Deyirsiniz, subay vaxtı çətin deyildi bu sənətdə olmaq. Evlənəndən sonra çətinliklər yaranır, düşünürsünüz. Bu uşaq baxımından deyirsiniz də, yəqin ki, uşaq dünyaya gəlir, uşağa baxmaq lazım olur. O baxımdanmı? Bəs bugün sənətə gələnlər boşanırlar, sonra sənətə gəlirlər və sənət də yoxdur əslində. Nədir səbəb bunun? Axı bir arxa dayaq da lazımdır sənətdə. Necə ki, sizə Arif müəllim arxa dayaq olub. Nədir səbəb? Niyə boşanıb səhnəyə gəlirlər? Mənim halal yoldaşım mənə arxa dayaq olub. Bəli. Onların arxa dayaqları kim olub? Halaldırmı? Halallardırmı? Bəli. Onu bilmək olmur. Onu mən deyə bilmirəm. Nə deyim? Mən bu sözü inanız deyə də bilmirəm. Onlar nəyin hesabına qabağa gedirlər? Bir balaca ya səsləri var, səsləri yoxdur. Toylarla başlayırlar. Nə deyim? Vallahi mən onlara fikirləşirəm ki, elə bilirlər yaxşı şeydir. Mən acıyıram onlara.